Xaçmaz rayonunun Nabran qəsəbəsində beynəlxalq dostluq gününə həsr olunan Gəl Dost Olaq adlı Çərpələng festivalı təşkil edilib. Festivalın keçirilməsində əsas məqsəd uşaq və gənclər arasında dostluq, həmrəylik, sağlam həyat tərzi, sosial inteqrasiya dəyərlərinin aşılanması, onların asudə vaxtlarının səmərəli və faydalı keçirilməsini təşkil etməkdir. Biz dost olaq deyərək bütün yaş kateqoriyalarını bir araya gətirib çərpələnglərimizlə arzularımızı reallaşdırmaq üçün uçurduruq. Burada bir çox fəaliyyətlər var. Burada rəng festivalı olacaq, yeniyetmələrlə, uşaqlarla və ən əsas məqsədimiz Gəl Dost Olaq deyərək biz ailə modelini təkmilləşdirməkdir məqsədimiz. Bir çoxu telefondan aralıdır hal-hazırda. Çünki əylənirlər. Bizim 5 hektar meşə ərazimizdə müxtəlif atraksiyonlar, Survivor oyunları keçiriləcək, xəzinə axtarışı. O istiqamətdə şəlaləmiz var. Şəlaləyə at arabası ilə səfərimiz olacaq. Çox gözəldir. Gezdik, eğləndik, özümüzə yeni dostlar tapdıq. Çərpələng uçduq. Çox gözəl idi. Bu günlər rəqs oynadıq. Leyla xanım bizə öyrətdiyi rəqsimizi oynadıq və uşaqların rəqslərinə baxdıq. Çərpələng uçurduq. Uşaqları əyləndirdik. Bu bizim üçün də maraqlıdır. Yəni möhtəşəmdir. Hər şey fərqlidir, hər şey gözəldir. Yəni heç sözlə deməyə, görüntünü görmək lazımdır. Yəni sözlə demək olsa kifayət eləmir. Biz də öz avtomobilimizlə bu festivala bir rəng qatırıq. Yəni uşaqların da marağını kəsb eləyir, belə marağını çəkir. Yəni uşaqlar böyüklərin, yaşlı nəslin, cavanların hamının yəni marağını çəkir. Bakıdan gəlmişik. Yəni gəldik, burada bu mənzərəni gördük, çox sevindik. Ümumiyyətcə biz bura tez-tez gəlirik. Burada belə gözəl uşaqlar üçün, uşaqların sevinməsi üçün gözəl tədbirlərin keçirilməsinə ehtiyac var. Mənim nəvəmin 6 yaşı var. Burada çox sevindi bu tədbiri təşkil edənlərə bir daha təşəkkürümüzü bildiririk. Tez-tez keçirilməsini arzu edirik. Tədbiri burada görmək bizim üçün çox xoş oldu. Çünki biz əsasən belə tədbirləri, belə rəngarəng tədbirləri paytaxt Bakıda görməyə vərdişik. Lakin indi bizim bölgəmizdə görmək çox şad oldum. Çünki belə festivallar çox xeyirli və çox faydalıdır. Həm uşaqlar üçün, həmçinin böyüklər üçün, böyüklərin uşaqlaşdığı bir tədbirdir. Çərpələnglərlə yanaşı həmçinin xüsusi master-klasslar da keçirilir. Həmçinin müxtəlif qumdan qalalar düzəltmək, dəniz sahilində vaxt keçirmək ümumiyyətlə çox yaxşı bir hissdir.